Salam, hər birinizi xoş gördük. Bugün də VM Fitness Group kanalı üçün növbəti YouTube videosunu təqdim edirik sizlərə. Bugünkü mövzumuz fitness və bodybuilding arasındakı fərqlər, ortaq məqsədlər və daha çox kimlər üçündür? Bu mövzular üzərindən peşəkar yanaşma görəcəksiniz. Deməli, öncəliklə fitness hər kəs üçündür. Bu nə deməkdir? Yəni, sağlamlığınızda hər hansı bir problem olmasına baxmayaraq, istəyir fiziki məhdudiyyət olsun, istəyir hormonal balansda pozulmalar olsun, istənilən halda fitnesslə məşğul ola bilərsiniz. Nə üçün? Çünki fitnessin ana məqsədlərindən biri sizin həyat fəaliyyətinizi yaxşılaşdırmaqdır. Ola bilər ki, hər hansı bir avtomobil qəzası keçirdərsiniz, hər hansı bir peşəkar idmanda zədələnməniz olar. Bura istənilən idman növləri daxildir. Və yaxud da ki, gündəlik həyat fəaliyyətinizdə hər hansı bir zədələnmələriniz olar. O zədələnmələrdən keçdiyiniz o terapevtik müalicə müddətində, kliniki şəraitdən sonra sizə idman zalında fitnesslə məşğul olmaq çox vacib və lazım olacaq bir seçim olacaq. Çünki fitness sadəcə ağırlıqlardan ibarət deyil. Orada düzəldici hərəkətlər var, reabilitasiya müddətində tətbiq olunacaq müxtəlif hərəkətlər var. Yəni, bunu sadalamaqla bitməz. Ümumilikdə qeyd edirəm ki, fitnessin ana məqsədi sizin həyat fəaliyyətinizi yaxşılaşdırmaqdır. İstənilən halda fitnesslə məşğul ola bilərsiniz. Bodybuilding isə sağlam insanlar üçündür. Bunu həmişə biraz kobud şəkildə deyirik. Fitness xəstələr üçün, bodybuilding sağlam insanlar üçündür. Amma biraz yumşaldılmış şəkildə deyirik, yəni fitness hər kəs üçün, bodybuilding sağlam insanlar üçündür. Niyə görə bodybuilding sağlam insanlar üçündür? Çünki əgər sizin sağlamlığınızda hər hansı bir problem varsa, istəyir fiziki, istəyir hormonal bir sağlamlığınızda problem varsa, siz onları düzəltmədən, tam sağlam şəkildə gəlmədən bodybuildingdə yol ala bilməzsiniz. Niyə? Çünki bodybuilding insan vücudunun, insan fizikinin bir, belə deyək, üst levela daşımaq deməkdir. Öz limitlərini zorlamaq, özünü bir çox çətinliklərə məcbur eləmək. Məsələn üçün, fitnessdə aşağı və orta çəkilərlə işləyib, öz əzələ kütləni qoruyub, uzun müddət ərzində artırmaq, balansını qazanmaq kimi, yaxşılaşdırmaq kimi bir üstünlüyün varsa, məqsədin varsa, bodybuildingdə bu məqsədlər daha üst levela çıxır. Çünki orada daha çox əzələ kütləsi lazımdır sənin. Oradakı estetik görünüş təkcə işə yaramır. Orada böyüklük lazımdır. Bodybuildingin əsas məqsədi estetik görünüş və yarışlardır. Yəni, bodybuildinglə məşğul olan insanın məqsədi böyük əzələ kütləsi ilə yanaşı estetik görünüşünü qoruyub saxlamaq və bu şərtlər altında səhnəyə çıxıb yarışmaqdır. Onunla eyni gedən insanlarla yarışmaqdır. İndi növbəti videolarımızda biz bodybuilding yarışları ilə bağlı da, oradakı kateqoriyalarla bağlı, kateqoriyaların tələbləri ilə bağlı da biz ətraflı videolar çəkəcəyik. Ardıcıllıqla gəlirik ki, bizi izləyən izləyicilərimizin fikirləri qarışmasın və hər şeyi aydın şəkildə mənimsəsinlər. Ona görə də qeyd olunur ki, və həmişə də bunu çıxışlarımda deyirəm ki, sağlam insanlar üçündür bodybuilding. Sizin hər hansı bir hormonal probleminiz varsa, fitnesslə rahatlıqla məşğul ola bilərsiniz. Məşğul ola da o hormonal balansı düzəldə bilərsiniz. Fitnessin çünki ana məqsədlərindən biri odur, sizə kömək eləməkdir, həyat fəaliyyətinizi yaxşılaşdırmaqdır. Amma ki, bodybuildingdə hər hansı bir hormonal probleminiz varsa, yol almağınız demək olar ki, mümkünsüzdür. O hormonal problem aradan qalxmalıdır və siz sağlam şəkildə yola davam eləməlisiniz. Belə bir deyim var. Deyir, motoru xarab maşınla yarışa çıxmazlar. Mütləq düzəlməlidir ki, sonra siz o yarış xəttinə çıxasınız. Bodybuildingdə də eyni prinsipdir. Qeyd elədiyim kimi, bodybuildingin ana məqsədləri də estetik görünüşü qoruyub saxlamaq və yarışlara hazırlaşmaq. Bu ikisi də yəni, daha çox əzələ kütləsi qazanmaq fonunda olmaq şərti ilə. Fitnesslə bodybuildingin ortaq cəhətlərindən də biri, ikisində də məqsədlər əzələ kütləsi qazanmaqdır. Fitness əzələ kütləsi qazanmaqla yanaşı qorumağı da və ya artırmağı da, belə deyək, sizə kömək eləyir. Çünki ola bilər ki, yetəri qədər əzələ kütləsi olan bir insana fitnesslə məşğul olursa, ona
əzələ kütləsini artırmağa ehtiyac yoxdur. Sadəcə bədən kütlə indeksinə uyğun həmən kütləni qorumaq lazımdır. Plan o üzrə planlanmalıdır. Amma bodybuildingdə məqsəd əzələ kütləsini artırmaq və estetik görünüş əldə etməkdir. Məsələn üçün, burada artıq bodybuildingdə bədən kütlə indeksi pozulur. Yəni, normal fitnesslə məşğul olan insanda bədən kütlə indeksini qoruyub, normal ölçülər, belə deyək, qoruyub saxlamaq olur. Həm əzələ kütləsinin, həm də vücud ölçüləri estetik olaraq qalır. Amma bodybuildingdə o indeks həmişə yüksək olur. Əgər o indeksdən yola çıxsaq biz, həmən insan piylənmə dərəcəsinə çatmış obezite insandan eyni, belə deyək, səviyyədə olacaq. Amma burada yağ faizi çox aşağılarda olub, əzələ kütləsi çox yüksək olduğuna görə bu bodybuilding üçün normal bir hal sayılır. Fərqli məqsədlərdən də birini qeyd edeyim. Deməli, fitnessdə məşğul olan insanların həyat fəaliyyətini yaxşılaşdırmaq üçün olan nüansa bir neçə məsələ də əlavə edeyim. Burada əzələ kütləsini artırmaq, qorumaq, bunu danışdıq. Burada sağlam qidalanmaya daha çox üstünlük verilir. Daha çox kalorilər qəbul olmağa ehtiyac olmur. Burada balansı qorumaq gərəkir. Burada çeviklik, cəldlik, belə deyək, növ potensialını inkişaf elətdirmək mümkün olur. Hansı ki, bodybuildingdə bu kimi potensiallar çox aşağı olur. Çünki daha çox əzələ kütləsi olan insanın çeviklik, cəldliyi ilə bağlı həmişə problemləri olur. Və əlavə olaraq da fitness istənilən idman növünə adaptasiya ola bilər. Yəni, istər güləş, istər boks, üzgüçülük, tenis, hətta masa üstü idman növləri ilə məşğul olan şəxslər belə fitnessinə müraciət eləmək məcburiyyətində qalırlar. Çünki fitness sadəcə bir idman növü deyil. Müasir tibbin ayrılmaz bir hissəsidir. Ona görə də orada məqsədlər həddindən artıq çeşidli ola bilər, sizə həddindən artıq kömək edə biləcək detallar ola bilər. Düzdür, bodybuildingin də özlüyündə hədəfə çatmaq üçün müəyyən metodlar, üsullar var, amma burada vahid bir məqsəd var. Estetik görünüş, yarışlar, daha çox əzələ kütləsi qazanmaq. Yəni, çərçivəli bir yol var, amma fitness çox şaxəli bir yoldur. Bir nüansı da qeyd edeyim, sabah hər hansı bir bodybuilder yarış hazırlığı dönəmində zədə alarsa, məcbur o geri dönüş eləyib fitnessin, belə deyək, keyfiyyətli üstünlüklərindən istifadə edəcək, özün, belə deyək də, sadə dildə desək, təmir eləyib yoluna davam eləyəcək. Deməli, ortaq cəhətlərindən də biri, amma fərqli şəkildə nədir? Hər ikisi peşəkarlar üçündür. Öncə bodybuildingi qeyd edeyim. Bodybuildingdə peşəkarlar üçündür deyəndə nə başa düşülməlidir? Yəni, burada yarış hazırlıqları var. Bodybuilding idman növünə, belə deyək, o yarışda lazım olan kateqoriyalarda kriteriyaları qorumaq üçün lazım olan şərtləri hazırlamaq var. Bunun məşqçiliyini eləmək var. Atlet kimi ora hazırlaşmaq var. Və düzdür, bizim ölkəmizdə hələ o tam şəkildə həyata keçirilməyib. Psixoloji hazırlıq var. O sahə üzrə işləyən idman psixoloqları var. Yəni, bəlli bir çərçivəli bir yol var, o yolla hərəkət edirsiniz. Budur peşəkarlıq. Yəni, fitnessdə peşəkar ola bilən insan hər hansı bir bodybuilding yarışına çıxmaq kimi və yaxud da ki, %100 potensialı ola bilməz və yaxud da ki, ora hər hansı bir atleti hazırlamaq kimi potensialı ola bilməz. Çünki burada yol almaq üçün tamam başqa şərtlər lazımdır. Burada yol almaq üçün yaxşı məşqçi olmalıdır, peşəkar atlet olmalısan, belə deyək, öz sağlamlığın ikinci plana keçir. Hətta, belə deyək, bütün hazırlıq prosesi peşəkar bir bu sahə üzrə ixtisaslaşmış həkimlə bərabər davam eləməlidir. Bunlar, bu şərtlər, belə deyək, hazır olandan sonra burada artıq peşəkar sayıla bilərsən və davam edə bilərsən. Fitnessdə peşəkarlıq isə tamam başqa cürdür. Danışığın əvvəlində qeyd elədiyim kimi, yəni fitness hər kəs üçündür. Burada fitness məşqçisi, deməli, insan psixologiyasında orta səviyyədə bilməlidir. Çünki sizə müraciət edən insanların bir çox hallarda görəcəksiniz ki,
psixoloji cəhətdən normal həyat tərzləri olmaya bilir. Yəni bu başqa cürə fikirləşilməsin. Yəni insanlar var ki, o qədər ağır iş rejimi var ki, yuxusuzluqdan, yorğunluqdan normal psixologiyaları yerində olmur. Bəzi məsələlərin həllini, qidalanmaları qaydaya salmaq, məşq saatlarını bölüşdürmək kimi artıq nələrsə fikirləşə bilmirlər, yorulurlar. Bax, burada məşqçi belə deyək, işə düşür və onu qaydaya salmaqda həmən tələbəyə, belə deyək, müştəriyə, pasiyentə kömək edir. Peşəkarlıq deyəndə və fitnessdə bu nəzərdə tutulur. Əlavə olaraq, məsələn üçün, bayaq dediyim kimi, hər hansı bir idman növündən zədələnib fitness məşqçisinə müraciət eləmək istəyən insanlar olacaq. Hər hansı bir oynaqda, əzələdə, bağda dartınmalar, zədələr, qırılmalar, ağlınıza gələcək hər bir idmanda olacaq bədbəxt hadisədən söhbət gedir. Ölümdən başqa. Bu kimi halların, belə deyək, düzəldilməsi üçün sizə müraciət edəcək insanlar olacaq ki, onlara kömək eləmək potensialında olmaq üçün özünüzü peşəkar səviyyəsinə gətirib çıxarmalısınız. Ona görə də məşqçilik baxımından fitnessin peşəkarlıq anlamlarından da biri budur. Sonra qidalanma baxımından, məsələn, bodybuildingdə vahid bir qidalanma xətti var. Bəzən sənə lazım olan yana yemək məcburiyyətində qaldığın qidalar olur. Artıq orqanizm ondan, belə deyək də, üzr istəyirəm, iyrənəcək dərəcəyə gəlir, çatır, amma sən onu yeməlisən, başqa variant yoxdur. Çünki qaydalar bunu tələb eləyir. Amma fitnessdə yoxdur. Fitness insan həyatını yaxşılaşdırmaq üçün əsas məqsədlərindən biri olduğu üçün siz alternativlər düşünməlisiniz. O insan yediyi qidadan zövq almalıdır. Bu yöndə fitnessin peşəkarlıq anlamı var. Deməli, əziz dostlar, ilkin mərhələdə fitness və bodybuildingin fərqini sizin anlayacağınız dildən izah eləməyə çalışdıq və ümid edirəm ki, fikirlərimi aydın şəkildə sizə çatdıra bildim. Növbəti mərhələdə bu mövzu ilə bağlı aradakı fərqləri izah eləyəndə daha peşəkar insanlar üçün yanaşma eləyəcək. Artıq bu idmançılar, məşqçilər, səhnəyə hazırlaşan peşəkar atletlər üçün olacaq. Biz hər şeyi başdan başladığımız üçün ki, sizə, bizi dinləyən hər kəsə faydalı ola bilək deyə, ona görə ən birinci mərhələdən başlamışıq. Və siz də bu mövzularla bağlı hər hansı bir sualınız varsa, bu videonun şərh bölməsində, digər sosial hesablarımızda, mesaj vasitəsilə, əlaqə nömrələrimizə WhatsApp vasitəsilə yaza bilərsiniz. Və biz növbəti video çəkilişlərdə sizi maraqlandıracaq sualların cavablarına yer ayıracağıq. Buna əmin ola bilərsiniz. Və artıq real problemlər üzərindən çalışmağa, informasiyalar paylaşmağa da bizə kömək olacaqsınız. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.